Qızılca xəstəliyi infeksion xəstəlik olduğu üçün və havadancı yolu ilə yoluxdurduğu üçün bunda bir gedən gizli bir dövrü vardır ki, xəstəliyin virusun orqanizmə düşdüyü dövr. Bu dövr ərzində virus nazofarinqal bölgədə yerləşir və çoxalmağa başlayır ki, və bütün orqanizmə bu mikroblar öz formalarını yayır. Bu virusların yayı və bu virus ərəfəsində bu hardasa bir 10 gün qədər çəkir. Ondan sonraki dövrdə, yəni gizli dövrdən sonraki prodromal dövr deyirlər. Bu dövrdə artıq müəyyən əlamətlər başlayır. Xəstədə qızdırmalar ola bilir, yüksək temperaturada quru öskürək əmələ gələ bilir, burun axıntıları da bəzən ola bilir. Bir də yanaq nahiyəsində, ağzın iç nahiyələrində ağ ləkələr əmələ gələ bilir ki, bu ləkələrə koplik ləkələr də deyirlər ki, bu sırf qızılca xəstəliklərində əmələ gələ biləcək ləkələrdir ki, ilk dövrlərində bu ləkələrə görə xəstənin qızılca olub olmadığını müəyyən eləmək mümkündür. Və qızılca 3 gündən sonra, artıq yəni qızdırma dövründən sonra səpki dövrü başlayır ki, xəstələrdə bu səpkilərin başlaması əsasən başın tüklü hissələrinin səth həddindən aşağıya doğru, yəni tüksüz olan hissələrdən başlayan səpkilər papilomakulyar səpkilərdir, qırmızı səpkilərdir ki, bu səpkilər əsasən üz və boyun nahiyəsindən başlayır, sonra ətraflara, gövdəyə və aşağı ətraflara doğru yayılmağa başlayır və bu yayılma dövrü bəzən 10 gün, 15 gün çəkə bilir və bu dövrlərdə də xəstəliyə yoluxduğu və səpkilərin bitirmə dövrəsində də həmin xəstə başqa insanları yoluxdurma xarakterinə malik olduğu üçün mütləq bu xəstələr müəyyən bir karantin sisteminə alınmalıdır, izolyasiya olunmalıdır evdə və ya da xəstəxanada ki, başqa insanlarla kontaktını, qarşısını almaq məqsədilə ki, başqaları bu xəstəliyə yoluxmasın deyə.